Xanımam düzdür. Vallahi düz deyirəm. Ciddi münasibətdən söhbət gedir, hə? Siz nə ciddi münasibət, yay münasibət nə deyirsiniz? Uşaqlar ciddi münasibət nə edirsiniz ki? İndi yəni ciddi münasibət ona deyilir ki, normal şəkildə bir insana münasibətdə olmaq. O ciddi münasibətdir. Yoxsa kataloqdakı valiq deyilsiniz ki, onunla görüşəsiz, bununla. Bu ciddi münasibət deyil. Siz sevgiliyə belə ciddi olmayan baxırsınız. Bir insanla münasibətdəsənsə, daimi bu insanla bərabərsənsə, bu ciddi münasibət sayılır da. Yəni necə başa düşməmisiniz bu münasibətləri ayırırsınız ki? Hə, qadın onsuz da qadın münasibətdə olduğu halda kişi onu hər halını görür, artıq görür, kişi üçün nələr elədiyini görür və onları gördükcə sevməyə başlayır kişi. Heç bir kişilərin başda simpatiya duya bilər, sən onun favorisi ola bilərsən, sənin üçün nə bilim, sən onun bəyəndiyi qadın ola bilər, amma heç vaxt sevmir kişi birinci. Nöqtə, vəsə. Barış da bunlar. Sen bari evlenebiliyorsan söylesene çocuğum bak. Bunlar sıkıntılı. Biliyorum ben o sıkıntıları. Sıkıntımla da Akkaya. Ne alakası var Akkaya'dan ya? Hem sana ne Akkaya'lardan? Bana mı ne? Teoman Barış'a ne yapmış senin haberin var mı? Ağzına burnunu kırmış evladım benim ağzı yüzü kan içine geldi. Kişi heç vaxt sevmir deyirsiniz. Mən bu cür cümlə qurmadım. Mən heç vaxt demədim ki, kişi heç vaxt sevmir. Mən dedim ki, istəyir bir kişi sənin dərdindən ölsün, istəyir 3 ayda səni əldə eləmək üçün hər şey eləsin. Siz münasibətə başlayanda qadın və kişinin psixologiyası fərqlidir. Qadın münasibət səni əgər əlindən tutdusa, siz münasibətə gedirsə, qadın artıq sevir girir. Yəni ilk gündən sevir. Məsələn, kimsə deyirəm məsəl üçün da, ay həyatım, ilk günlər idi, ilk birinci ay idi da, nə, onda sevmirdim səni. O qadın üçün keçərli deyil. Qadın sənə münasibətsə sevir artıq səni. Yəni, ancaq bizən hansı qadınlar olmaya bilər? Pula görüşən qadınlar, sənlə də görüşür, onunla da görüşür, o birisi, onun üçün fərqi yoxdur, yəni. Amma normal münasibət yaşamaq istəyən qadın hər zaman sevir girir. Yəni, o girmir ki, girim sevgili olun, bəlkə sevərəm. Elə olmur. Amma kişilərdə elə deyil. İstəyir 3 ay sənin dalınca düşsün, ölsün, sürünsün. Siz sevgili olandan sonra bir ay ərzində sənə xəyanət eləyəcək. Çünki bax, o hələ səni sevmir. Sən onun əldə olunmaz bir şey idin onun üçün. Pis nəzərdə şey demirəm, amma fikrimə axıra qədər qulaq asın. Sən onun üçün əldə olunmaz, sən onun üçün simpatiya